Deməli, dedik ki, atletika 5 bölmədən ibarət atletika hansılar idi? İdman yerişi, qaçış, tullanmalar, atmalar və çoxmövzülük. İdman yerişi ilə adi yerişin fərqini dedik. Vaxt və texnikanın nəzərə alınması. İlk olaraq taban yerə qoyulur, dizlər qatlanmır, bükülmür və idman yerişində dedik ki, uçuş fazası yoxdur. Yəni ilk olaraq tabanın yerə qoyulması məhz bu amili nəzərə çarpdırır ki, uçuş fazası yoxdur idman yerişində. Qaçışları ayrıca olaraq bir neçə növə böldük. Sədlərlə qaçışlar, maneələrlə qaçışlar və eyni zamanda aşağı startdan başlayan qaçışlar və yuxarı startdan başlayan qaçışlar, yəni məsafəsinə görə qısa məsafəyə, orta, uzaq məsafəyə qaçışlar var dedik. Qısa məsafəyə qaçışlarda aşağı startdan başlayırdıq. 3 komandadan istifadə olunur, yəni 3 komanda verilirdi. Starta diqqət və marş komandası. Yuxarı startda isə diqqət komandası artıq olmur, starta və marş komandası olurdu. Yuxarı start, orta və uzaq məsafəyə qaçışlar dedik ki, yuxarı startdan başlayacaq. Sədlərlə qaçış haqqında danışdıq, maneələrlə qaçış haqqında danışdıq. Dedik ki, maneələrlə qaçış əgər stadionun bir tam dövrəsi 400 metr kimi götürürüksə, deyirik ki, 3000 metrə məsafədə aparılır sədlərlə qaçış, yəni 7 tam dövrə və əlavə 200 metrə qaçacaq atletlər, idmançılar və bu 3000 metr məsafədə ümumi olaraq 35 maneə dəf eləyəcəklər. Bunlardan 7-si sulu olacaq, 28-i quru maneə ilə rastlaşacaqlar. Maneələrin hündürlüyü kişilər üçün 91,4 metr demişdik, qadınlar üçün 76,2 sm olacaq maneələrlə qaçışda. Daha sonra estafet qaçış haqqında danışdıq, estafetlərin növlərindən danışdıq. Hansı deməli 4x100, 4x400, eyni zamanda 4x400 qarışıq dedik ki, Olimpiya oyunlarının proqramına daxildir, yəni klassik yarışlardır. Estafetlər zamanı ötürmə üsullarından danışdıq, vizual ötürmədən, yəni baxaraq ötürmə 4x400-də, qeyri-vizual ötürmə 4x100-də idi. Eyni zamanda dedik ki, 4x100-də 3 ötürmə dəhlizi var idi, 4x400-də 1 ötürmə dəhlizi var idi. Yəni dəhliz olaraq nə deyirik? 400 metr məsafədə bir yerdədir o ötürmə olan zolaq. 4x100-də 30 metrəlik 3 ötürmə dəhlizi, yəni 4 dedik ki, qarşıda duran gördüyünüz 4 idmançının sayı, yəni 4 dənə komandanın 4 üzvü və vur 100 məsafə, qət eləyəcəyi məsafə. Yəni bir idmançı deyək 4x100-də 100 metr məsafəni qaçıb estafet ötürəcək digərinə. Ona görə hər 100 metrdən bir, yəni 3 ötürmə dəhlizi olacaq. Amma 4x400-də bir idmançı, yəni 400 metrə bir tam dövrəni qaçıb növbəti ötürməni eləyəcək. Buna görə də 4x400-də bir ötürmə dəhlizi olacaq dedik atletikada. Və bugünkü mövzumuz, yəni atletikanın 3-cü bölməsi olan tullanmalardır. Tullanmalar şərti olaraq atletikada ümumiyyətlə 4 növ tullanma var. Bu 4 növü şərti olaraq 2 yerə bölürük. Hansılar? Üfüqi tullanmalar, şaquli tullanmalar. Üfüqi tullanmalara aiddir qaçaraq uzunluğa tullanma və üçtəkanla tullanma. Şaquli tullanmaya aiddir hündürlüyə tullanma, şüvüllə tullanma. Baxın, şaquli və üfüqini sadəcə belə deyək, məntiqlə, düşüncə ilə ayıra biləcəksiniz. Yəni əzbərləməyə ehtiyac yoxdur. Uzunluğa var, məsələ uzunluğa tullanmadsa, yəni qarşıya, düzünə tullanmadsa, qaçaraq uzunluğa tullanma və üçtəkanla tullanma. Hündürlük məsələsi varsa, yəni hündürlüyə tullanma və şüvüllə tullanma. Şüvül dayağa diriyib tullanacaq və bu da məsələ, burada da məqsəd hansısa bir hündürlüyün məsafənin qət edilməsidir. Bunlar da adlanır şaquli tullanma, yəni şərti olaraq 2 yerə bölünür. Qaçaraq uzunluğa tullanma. Qaçaraq uzunluğa tullanmada bu qaçış zolağının eni, yəni 1 metr 22 sm olur. Və uzunluğu isə 40-45 metr zolaqdan söhbət gedir. Yəni qaçış zolağının uzunluğu.
Qaçış zolağında, yəni sonda, axırda idmançının tullanacağı yerdə qum xəndəyi olur. O qum xəndəyin də eni 3 metr, uzunluğu 10 metr olacaq. Həmin qum xəndəyindən, yəni o qum hovuzu da deyirik, qum xəndəyi də deyirik. Təkan yeri ki var, arxa hissədəki bax o təkan yeri. Təkan yerindən qum xəndəyinə qədər olan məsafə 2 metr olacaq. Və ümumiyyətlə təkan taxtası deyə bir anlayış var. İdmançı həmin təkan taxtasının üzərindən təkan verərək tullanacaq və orada da işarələnir həmin mütləq ki, qırmızı xətti keçməməlidir. Ayağı əgər idmançının ayağı o xəttə dəyərsə, çünki orada xüsusi bir maddəyə vururlar, boya vururlar, ayaq izi mütləq ki, ora düşür. Bax, şəkildə baxın diqqətlə. İdmançının ayağı mütləq ki, ora iz qalacaq, əgər xətti tapdalayarsa. Və əgər idmançı deyək ki, xətti tapdalayacaqsa, idmançının belə deyək, nəticəsi qeydə alınmayacaq. Hakimlərin əlində 2 bayraq olacaq. Ağ bayraq və qırmızı bayraq. Əgər idmançı, atlet elementi düzgün yerinə yetirdisə, düzgün icra elədisə, ağ bayrağı qaldıracaq. Yox, hansısa bir nöqsana yol verirsə, qırmızı bayraq qalxacaq və nəticə də qeydə alınmayacaq, əgər qırmızı bayraq qalxdısa. Qasara uzunluğa tullanmanın 4 fazası var. Qaçış, təkan, uçuş, yerə enmə. Şəkildə göründüyü kimi. 4 faza. Qasara uzunluğa tullanmada rekord 8 metr 95 metr. Qasara uzunluğa tullanmada yaxşı olar ki, bax bu cümlədə nə deyir? Yaxşı olar ki, deyir, idmançının müvazinətini önə versin. Yəni, əgər idmançı arxaya düşərsə, deyək ki, idmançı tullanıb 8 metr məsafəyə, amma tullandı, düşdü ayaq, əlləri belə deyək, dayaq düşdü arxaya, bədən arxaya keçdisə, həmin düşdüyü yerdən o əl ki, məsələn, deyək ki, 7 metrin üzərinə düşdü, həmin 7 metri nəticə olaraq qeydə alınacaq. Ona görə qarşıya əyilmək, yəni qarşıya belə deyək, biraz lordu desək, yıxılmaq məqsəd uyğundur ki, həmin düşdüyün yer qeydə alınsın. Yəni ayağın izi qeydə alınacaq. Amma əgər arxaya əlləri dayaq olaraq arxaya açsan, həmin əlinin qoyduğu dayaqdan nəticə hesablanacaq. Yəni məqsəd odur ki, qarşıya ona görə deyir ki, bədənin müvazinəti qabağa əymək məqsəd uyğundur. Bu uçuş fazası ki var, dedik ki, 4 fazası var. Qaçış, təkan, uçuş, yerənmə. Bu uçuş fazasının özünün 3 üsulu var. Yəni bu üsullar hansıdır? Bunlar ümumiyyətlə bunlar üfüqi adlanır da, uçuş düzünə, üfüqi. Beli arxaya əyərək, ayaqları bükərək, bir də qayçı var. Yəni idmançı havada belə bir növ qaçma belə deyək də eləyir. Məsafəni, uzunluğu qət eləmək üçün. Beli arxaya əyərək, ayaqları bükərək və qaçma. Yəni idmançı bunların hər hansı birindən seçməkdə sərbəstdir. Hansını seçə bilər, hansı idmançı üçün daha uyğunsa onu seçsin. Növbəti 3 təkanla tullanma. 3 təkanla tullanma da ümumiyyətlə qaçaraq tullanma ilə eyni yerdə həyata keçirilir. Eyni zolaqda həyata keçirilir. Və 3 dəfə deməli idmançı birinci dəfə təkan verir, düşür. İkinci dəfə təkan verir, düşür və üçüncü dəfə təkan verir, tullanır. Deməli, qaçış zolağının uzunluğu 40-45 metr olacaq. Eyni burada da qum xəndəyi həm eyni 3 metr uzunluğu 10 metrdə qum xəndəyi ilə tullanır idmançı. Qum xəndəklərinin seçilməsinin məqsədi təhlükəsizlik səbəbiylədir, yəni elastiklik yaratmasıdır. Qum xəndəyinin seçilməsi, yəni enmə yerinin qum xəndəyi kimi seçilməsi. Deməli, 3 təkanla tullanmanın da 4 fazası var, eyni uzunluğa tullanmadakı kimi. Qaçış, təkan, uçuş, yerə enmə. Burada da təkan 3 yerə bölünür. Sıçrayış, addım və təkan. Ən sonuncu. Və bu təkanla, 3 təkanla tullanmanın da 3 üsulu var, 3 qaydası var. Yenə bel arxaya əyərək, ayaqları bükərək, yəni bir də qayçıvari eyni ilə qaçaraq uzunluğa tullanmadakı kimi eynidir, bunlar dəyişmir. Həm qaçaraq uzunluğa tullanmada, həm də 3 təkanla tullanmada idmançılara 5 cəhd verilir. Yəni 5 dəfə idmançılar şansını türklər demiş dənəyə bilərlər. Növbəti 3-cü hündürlüyə tullanma. Hündürlüyə tullanmanın 5 üsulu var, yəni 5 qaydası var. Addımlama üsulu ilə tullanma,
aşma, dalğa, qayçıvari, fosforu flop. Bunlardan ən məşhuru idmançılardan ən çox istifadə elədiyi üsul fosforu flop üsuludur və fosforu flop, üsulunda da buna bir növ, belə deyək, dünya rekordu 2 metr 45 santimetrdir. Dünya fosforu flop üsulunda əgər planka yerə düşsə, hündürlüyə tullanmada, nəticə qeydə alınmayacaq. Amma əgər idmançı, belə deyək, tullanmanı icra elədi, toxundu plankaya və planka artıq deyək, belə deyək, əsməyə başlayıb orada. İdmançı amma yerə düşdü, döşəyə düşdü və döşəyi tərk elədi. İdmançı döşəyi tərk eləyəndən sonra o planka yerə düşsə, nəticə qeydə alınacaq. Yəni belə yadda saxlayaq, əgər planka yerə düşənə qədər idmançı döşəyi tərk eləyibsə, nəticə qeydə alınacaq. Yox, idmançı döşəkdə olarkən planka yerə düşdüsə, ya tullanıb, hələ tullanan zaman düşməmişdə, idmançı düşdü döşəyə, amma döşəyi tərk eləməyibsə, nəticəsi qeydə alınmayacaq. Qaçaraq hündürlüyə tullanmanın da 4 fazası var. Eynən hündürlüyə tullanmadakı kimi, uzunluğa tullanmadakı kimi qaçış, təkan, uçuş, yerənmə. Buradakı uçuş da, yəni uzunluq deyil məqsəd, buradakı uçuşda məqsəd bildiyimiz bu plankanın keçirilməsidir. Yəni aşılması deyək, keçirilməsi deyək. Testlərdə müxtəlif formada adlar da görə bilərsiniz. Növbəti şüvürlə tullanma. Şüvürlə tullanmada döşəklərin eni uzunluğu 5 metrdir, eynidir. Qaçış zolağı uzunluğa tullanmadakı kimi demək olar ki, eynidir, 40-45 metrdir. Şüvürlə tullanmanın da 4 fazası var. Şüvürlə tullanmada birinci faza qaçış və şüvürün dayağa qoyulması. Yəni şüvürün belə deyək, yerləşdirilməsi, o da bir xüsusi xəndək olur. Şüvürlü adətən idmançılar həmin xəndəyə belə deyək, dayayıb aşmağa çalışırlar. İkinci təkan və giriş, 3 aşma və düzəlmə, 4 plankanın keçirilməsi və ya yerə enmə. Yəni bunların hansısa birini deyək ki, ya yerə enmə kimi görə bilərsiniz və yaxud da ki, plankanın keçirilməsi kimi görə bilərsiniz testdə və yaxud da işte testdə 3-cü faza olaraq aşma və düzəlmə. Yəni bunlar eyni anlayışdır. Aşma və düzəlmə, təkan və giriş eyni məniyə gələcək. 4 faza qəbul olunan 4 fazası var. Hündürlüyə tullanmada, belə deyək, idmançılara 3 cəhd verilir. Uzunluğa tullanmada idmançılara verilirdi 5 cəhd, hündürlüyə tullanmada idmançılara 3 cəhd verilir. Növbəti olaraq atletkanın 4-cü bölməsi, atmalar bölməsi. Ümumiyyətlə tullanmalarda, atletikada tullanmalarda sürət güc hərəkəti qabiliyyəti inkişaf etdirilir. Ümumiyyətlə bütün növ atmalar və ya tullanmalar sürət güc hərəkəti qabiliyyətini inkişaf etdirər. Yalnız gimnastikadakı dayaqlı tullanmadan başqa bir o istisnadır. Atmalar da sürət gücü inkişaf etdirər. Harda? Yuxarı ətraf əzələlərində. Tullanmalar aşağı ətraf əzələlərində sürət gücü inkişaf etdirər. Atmalar. Deməli, atmaları da belə deyək, 2 növə bölürük. Yəni süzmə qabiliyyəti olan, süzmə qabiliyyəti olmayan. Hansı alətlərdən atmalar icra olunur? Yadro, çəkic, lövhə, yəni o disk və nizə atmadan. Bu 4 alətdən istifadə olunur atmalarda. İndi süzmə qabiliyyəti olan alətlər, nizə və lövhə, yəni belə deyək, xarici görünüşünə görə də bunu seçmək açıq-aydın mümkündür. Nizə və lövhə, yəni disk daha uzağa atılacaq da, yəni məntiqlə və süzmə qabiliyyəti olmayan alətlər yadro və çəkic, yəni süzmə qabiliyyəti azdır, məsafədə belə deyək, atması da daha qısa məsafə olacaq nisbətən. Yadro itələmə, yəni yadro nüvə itələmə. Yarım küre halında olur, diametri kişilərdə 11-13 sm, qadınlarda 9.5-11 sm. Qadınlar üçün yadronun çəkisi 4 kiloqram, kişilərdə 7 kilo 260 qramdır. Yadro atmanın 2 üsulu var. Düzünə və xətti fırlanaraq itələmə. Bu düzünə və xətti üsulunun özünün 5 fazası var. 2 üsul, bu üsul qaydadır, dəyişmir.
2 üsulu var və bu, 2 üsuldan dedi ki, düzünə və xəttinin özünün 5 fazası, yəni 5 hissəyə bölürük. Çıxış vəziyyəti və qruplaşma, sıçrayış, final mövqeyi, alətin itələnməsi və dayanma, tormozlama. İndi şəkil olaraq da sizə göstərəcəm onları, elementləri. Fırlanaraq itələmənin də 5 fazası var. Çıxış vəziyyəti və start hərəkəti, fırlanma və ayaqların dayaqdan götürülməsi, final mövqeyi, alətin itələnməsi və dayanma, tormozlama. Deməli, yadro bütün atmalardan yadro, disk və lövhə və yaxud da ki, belə deyək, bunlar eyni zamanda çəkicdir. Bunlar xüsusi bir qövsün içərisindən atılır, xüsusi bir əhatəsi setkaya alınmış, belə deyək, yerdən atılır, atmalar icra olunur. Deməli, həmin o dairənin, yerdə çəkilən dairənin diametri 2 metr 135 santimetr olur. Atma sektorunun dərəcəsi 34-92 dərəcə. Yəni, bu o deməkdir ki, idmançı aləti yalnız o sektordan atmalıdır. Yəni, yanlara, digər bucaq altında ata bilməz. Əgər atarsa, yəni nəticəsi qeydə alınmayacaq. Təbii ki, ətraf o setka ilə bükülüdür, ya setkaya dəyib alət düşəcək yerə. Aləti atma bucağı. Aləti atma bucağı, ən əlverişli atma bucağı 41-42 dərəcədir. Söhbət yadrodan gedir. 41-42 dərəcə bucaq altında atsaq, optimal uçuş bucağı, yəni daha uzaq məsafəyə gedər alət. Şəkilə də baxarsınız. Çəkic atma. Çəkic atma yadro kimidir. Yəni, yadro ilə eynidir. Qadınlarda 4 kiloqram, kişilərdə 7 kilo 260 qramdır. Diametri 11-13, qadınlarda yəni qadınlarda isə 9.5-11 santimetrdir. Çəkic atma, yəni çəkicin 3 hissədən ibarətdir. Metal kürə, məftil və tutacaq. Bundan qabaq bir testdə qarşımıza çıxmışdı belə bir sual. Çəkic 3 hissədən ibarətdir. Metal kürə, məftil və tutacaq hissədən. Baxın, şəkilə baxırsınız, metal kürə, yəni o dairəvi olan hissə, məftil, uzunluq məftil və tutacaq olan hissə. Deməli, çəkic atmanın 8 fazası var. Çəkicin tutulması, start vəziyyəti, qolun qaldırılması və çəkicin yerdən ayrılması, ilkin fırlanmalar, dönmələrə keçid, dönmələr və qıçların hərəkəti, final səyi, yəni alətin əldən buraxılması, dayanma və tormozlama. Bu dayanma və tormozlamada dediyimiz o həmin diametri yerdə çəkilən dairənin xüsusi beton bir sahədir, ölçüdür. Yəni, o idmançının ayağı həmin, belə deyək, betona, lövhəyə dayıb tormozlamanı icra eləyə bilməsi üçündür. Həmin o betonun məqsədi ondan ibarət. Üçüncü atmalardan digər lövhə atmaya baxaq. Lövhə atmalarda diametri 21.9, 22.1 santimetr, kişilərdə, qadınlarda isə 18-18.2 santimetr olur. Çəkisi 2 kiloqramdır, qadınlarda 1 kiloqram olur çəkisi. Deməli, yerindən və fırlanaraq atılır lövhə. Yəni, birinci üsul yerindən atma, yəni birbaşa atma. İkinci üsul fırlanaraq atma. Deməli, bunlardan yalnız fərqi alətin atma bucağıdır, belə deyək, sektorudur. Bunlar çəkic atma ilə lövhə atmanın fərqi. Lövhə atmanın da 5 fazası var. Start mövqeyi və ilkin nəzarət, dönmə və dayaqsız faza, final səyi, alətin atılması. Bunlar çəkic atmanın fazalarıdır və dayanma, tormozlama. Növbəti atmaya baxaq, nizə atma. Burada da görürsünüz, disk xanım atır, disk atmanı şəkil olaraq, vizual olaraq görə bilərsiniz. Nizə atma. Nizə atma atletikada deyil, yeganə növdür ki, nizə atmada qaçış fazası var. Bundan qabaq ki, saydığımız 3 alətdə, yadroda da, diskdə də, çəkicdə də alət xüsusi bir, belə deyək, qövsün içindən atılırdı. Konkret bir bucaq altında atılırdı. Yəni, atma sektorundan atılırdı. Ancaq nizə atmada alətlər qaçaraq
element qaçışdan başlayır alət atmağa. Ona görə deyir ki, qaçış fazası da var. Çəkisi qadınlar üçün 600 qram, kişilər üçün 800 qramdır nizənin. Uzunluğu 220-230 qadınlarda, kişilərdə 260-270 santimetrdir. Nizənin bildiyimiz 3 hissəsi var. Gördüyünüz nizənin 3 hissəsi var. Başlıq, yəni o uc hissəsi, tutacaq və arxa hissəsi. Qaçış zolağı 30 metr olur. Yaxşı olar ki, amma 36 metrə qədər olması daha əlverişli olardı. Nizə atmaq üçün, yəni qaçış zolağının uzunluğu. Beynəlxalq görüşlərdə isə davam edək. Beynəlxalq görüşlərdə bu qaçış cığırının uzunluğu 33 metr 50 santimetr olmalıdır. 4 fazası var nizə atmanın. Qaçış, çarpaz addım, alətin atılması və dayanma, tormozlama. İdmançı ilk olaraq qaçışa başlayır və daha sonra bir neçə çarpaz addım ataraq, belə deyək, hərəkətin effektivliyini artırır və alətin atılması, yəni aləti əldən buraxılması, aləti atır və dayanma, tormozlama elementini icra eləyəcək. Deməli, nizə atmada belə bir qayda var ki, ilk olaraq nizənin ucu yerə dəyməlidir. Əgər nizə atılarkən, deyək ki, alətin ilk olaraq yan üstə düşərsə, idmançının nəticəsi qeydə alınmayacaq. Yox, amma ucu ilk olaraq nizənin ucu yerə dəyib, sonra yenə aşa bilər. Bu qayda pozuntusu deyil. Bu halda nəticə qeydə alınacaq. Yəni əsas odur ki, şərt odur ki, birinci nizənin ucu yerə dəyməlidir. Deməli, bunlar başa düşdünüz müəllimlər. İnşallah mövzunu da oxuyacaqsınız və şəkillərə baxıb bir daha belə deyək, daha yaxşı başa düşəcəksiniz. Və çoxnövçülük haqqında deyək sizə. 5-ci bölmə, atletkanın 5-ci bölməsi çoxnövçülük. Çoxnövçülükdə deməli, kişilərdə 10 növçülük, qadınlarda isə 7 növçülükdür, Olimpiya oyunları proqramına daxildir. Kişilərdə 10 növçülük, qadınlarda 7 növçülükdür. Deməli, qadınlarda 7 növçülükdə hər ikisi 2 gün ərzində, qadınlarda və kişilərdə 2 gün ərzində yerinə yetirilir, 10 növçülükdə, 7 növçülükdə. Qadınlarda birinci deməli 100 metr sədlərlə qaçış, uzunluğa tullanma, hündürlüyə tullanma, nizə atma, yadro itələmə, 800 metrə məsafəyə qaçış, 200 metrə məsafəyə qaçış. Kişilərdə 10 növçülükdə birinci gün 5 hərəkət daxildir, ikinci gündə də eyni zamanda 5 hərəkət. Birinci günə daxildir 100 metrə qaçış, uzunluğa tullanma, yadro itələmə, hündürlüyə tullanma, 400 metrə qaçış. İkinci günə daxildir 110 metr sədlərlə qaçış, lövhə atma, şüvüllə tullanma, nizə atma, 1500 metrə məsafəyə qaçış. Deməli, burada bu bir neçə belə deyək, aləti, bir neçə elementi görürük, amma bütün bunların hamısını icra edən bir idmançıdır və yekunda atletin ümumi nəticələri hesablanır, toplanır və bu nəticəyə görə qalib müəyyən olunur. Yəni, bütün elementləri icra edən idmançı bir idmançıdır. Kişilərdə məsələn, dediyimiz kimi, bir idmançı birinci gün ərzində 5 elementi icra eləyəcək, ikinci gün ərzində növbəti 5 elementi icra eləyəcək. Atletika ilə bağlı sualınız varsa müəllimlər, buyurun, sualınız varmı? Xeyr müəllim. İnşallah dərsi oxuyarıq, biraz da əhatəli başa düşərik. İnşallah, əlbəttə ki, oxumaq lazımdır, şərtdir. Deməli, ümumiləşdirək qısa olaraq. Ümumiləşdirək. Deməli, atletikanın 5 bölməsi oldu. İdman yerişi, qaçış, tullanmalar, atmalar və çoxnövçülük. İdman yerişində vaxt və texnikanın nəzərə alınması dedik. Qaçışda sədlərlə qaçışın olması, sədlərlə qaçış, maneələrlə qaçış, ümumiyyətlə qısa məsafəyə qaçış və orta, uzaq məsafəyə qaçış kimi növləri var idi dedik. Estafet qaçışları var idi dedik. Daha sonra tullanmaları, 3-cü bölməsi olan tullanmalar. Tullanmalar dedik ki, hündürlüyə tullanma var, uzunluğa tullanma var. Ümumiyyətlə, şaquli və üfüqi olaraq, şərti olaraq 2 yerə böldük. Hündürlüyə tullanmalar adlandırdıq, şaquli tullanmalar, uzunluğa tullanmaları, yəni üstəkanla tullanma və qaçaraq uzunluğa tullanmaları adlandırdıq
üfüqi tullanmalar. 4-cü bölməmiz olan atmalar bölməsi. Dedi ki, atmalar 4 növ alətdən istifadə olunacaq. Çəkic, yadro, disk və nizatma. Bu alətlərdə hər birinin fazaları var. Ayrıca fazalarından danışdıq. Hər birinin atılma sektoru, optimal uçuş bucağından danışdıq və 5-ci bölməmiz olan çoxnövçülükdən danışdıq ki, burada da klassikə, yəni klassik çoxnövçülüyə daxildir. Kişilərdə 10 növçülük, qadınlarda 7 növçülük. Hər ikisi 2 gün ərzində yerinə yetirilir. Bu qədər. Yəni klassik dediyimiz kimi Olimpiya oyunları proqramına daxildir. Yəni gördüyünüz kimi atletika mövzusu əslində o qədər də qəliz deyil, hə müəllimlər? Bəli, müəllim, belə götürəndə sürət gücdə də keçmişik, tullanmalar mövzusun, atmalar mövzusun. Sürətin özündə də qısa məsafəyə qaçışları keçmişik, bilirik, aydındır. Ona görə hərəkə qabiliyyətlərdə bu iki hərəkə qabiliyyətdə atmalardır, tullanmalardır. Biz bunları keçmişik deyin, o dərəcədə də qəliz deyil. Bəli. Bax, məsələn, bir nümunə deyim, hələ ki vaxtımız da var. Deyək ki, baxın, sürət hərəkə qabiliyyəti və yaxud da ki, dözümlülük hərəkə qabiliyyəti. Ümumiyyətlə, atletika dedikdə ən çox sürət, güc, dözümlülük hərəkə qabiliyyətləri daha çox inkişaf etdirilir, daha çox rol oynayır. Məsələn, sürət dözümlülüyünə bir nümunə deyək. Sürət dözümlülüyü. Sədlərlə qaçış. Bir dənə düşünün. Sədlərlə qaçış. Sürət dözümlülüyüdürmü? 400 metrə məsafəyə söhbət gedir. Düzdür? Bəli. 400 metrə məsafəyə məsələn sədlərlə qaçışda məsafəni dəqiq deyək. 400 metrə məsafəyə qaçış bu əlbəttə ki, sürət dözümlülüyü. Yəni idmançı maksimal sürəti qorumağa çalışır. Qazandığı o sürəti, axı məsafə uzaqdır. Məsafə, yəni 100 metr, 110 metr deyil də, məsafə uzaqdır, 400 metr. İdmançı həmin qazandığı maksimal sürəti qorumağa çalışır. Buna görə deyək, bu sürət dözümlülüyüdür. Amma məsələn, deyək ki, 110 metr məsafədə sədlərlə qaçış. Kişilərdən deyək də, 110 metr sədlərlə qaçış. Əlbəttə ki, görürsünüz, burada sürət hərəkə qabiliyyətinin inkişafından gedir. Sürət hərəkə qabiliyyətinin tərkib komponentlərini burada görə bilirik. Mümkün qədər tez, məsafəni tez qət eləmək, sədləri aşıb maneələri dəf eləyib, kiçik maneələri dəf eləyib, hədəfə tez çatmaq, maksimal sürətin elementlərini görürük. Və yaxud da ki, estafet qaçışın özündə hərəkətin reaksiya tezliyini görürük, yenə də maksimal sürəti görürük. Tullanmalarda sürət güc hərəkə qabiliyyətini görürük, atmalarda sürət güc hərəkə qabiliyyətini görürük. Birində aşağı ətraflarda, birində yuxarı ətraflarda sürət güc hərəkə qabiliyyətini görürük. Yəni, bütün bunları nəzərə alaraq, bəli, atletika həm fiziki tərbiyə üçün, fiziki tərbiyə müəllimləri üçün, eyni zamanda elə idmançılar üçün də deyək, hərəkə qabiliyyətlərin inkişaf etdirilməsi üçün əsas idman oyunlarının yerləşdiyi bölmədir, yəni atletika. Buyurun, müəllim, nəsə deyirdiniz? Sual yoxdursa, gəlin testlərə baxaq. Xeyr, müəllim. Mövzu böyük görsənir, amma izah elədiniz belə yaxşı izah elədiniz deyənə adama asan gəldi, adam həvəsləndirici gəldi adama. Əladır, müəllim. Çox sağ olun, Fəxri müəllim, gözəl izah elədiniz. Düzdür, mövzu böyükdür, amma müəllim bizi yaxşı başa düşdü. Siz də sağ olun, müəllimlər. Mən indi Zoom bizi yarı yolda qoymasın deyə Zoom-u bağlayayım, yenidən linki göndərim, biraz da testlər daha yaxşı.